Danış görə Bəyxanım çöldə üstümə nixo deyirdi. Nələr gətirmişlər sənə? Salam aleyküm. Bu notebookumun bacım sağlam. Əleyhissalam Ümid. Xoş gəlmişsən. Ümid hardan gəlsən bizə? Yasamaldan ha? Yasamalda yaşasan. Notebook əslində kim alırdı bacısı? Atam. Ata alıb. Atanın adı nədir? Adil. Adil. Sən Adil kişiyə nə demək istəyirsən buradan ataya? Onu çox istəyirəm. Sən onu çox istəyirsən, o da 100% səni çox istəyir. Sənin neçə yaşın var? 10. 10 yaşın var. Neçənci sinifdə oxuyursan? 5-ci sinif. Düzün deyim, dərslərini yaxşı oxuyursan, yoxsa Yaxşı oxuyur. yaxşı oxuyursan? İndi bu bazıya alındı bu notebook. Özü qəşəng notebook. Bilirsən də oyunçu üçün notebookdur, gaming notebookdur. Sən də yəqin bundan istifadə edəcəksən. Sənin ən böyük arzun nədir? Mənim ən böyük arzum planşetdir. Planşet? Hə. iPad? Fərqi yox. Amma bu planşetdən daha yaxşı işləyir. Amma planşetdir. Planşetdə nə edirsən? Məsələn, planşet alındı sənin. Nə iş görürsən orada? Orada dərslərimi eləyəcəm, sul baxacam. Bəs oyun? Oyun da oynayacam arada. Oyun da oynayırsan. Onda biz ikimiz də papaya təşəkkür eləyək. Çünki papa işləyir, əziyyət çəkir. Sizin üçün belə qəşəng notebook aldı, gaming notebook. Parametrlərini aşağıdan yazarıq, danışmayaq. 40-50 video kartadır, qısa deyək, yaxşı. i5 13-cü nəsildir. 24 RAM-dır, 512 SSD-dir. Əslində bu oyun üçün də bəsdir. Sənin o dərsliklərin üçün də bəsdir. Sənə də ki, arzu edirəm ki, planşet sənə qismət olsun. Papaya çoxlu sağ ol deyirsən. Sonra onun sözünə qulaq assan. Onun dediyi kimi yaşayırsan, böyüyürsən və bir də gördün sənin çoxlu pulun oldu, sən də bir dənə papaya bir dənə qəşəng bir dənə hədiyyə aldın. Öpürəm səni. Mən də.